Herkese salam. Bugün ekran qarşısında çox xüsusi bir layihəni, psixoloji thriller janrının zirvəsi hesab olunan Flower of Evil serialını müzakirə edəcəyik. Bu serial mənim ən sevimli seriallarım arasında ikinci yerə sahibdir. Ümid edirəm siz də sevəcəksiniz. Əgər siz də mənim kimi tərs gün sujetləri və dərin xarakter analizlərini sevirsinizsə, bu video tam sizin üçündür. Gəlin bir anlıq təsəvvür edək. 14 ildir evlisiniz, ideal bir ailəniz və hər kəsin həsəd apardığı bir həyat yoldaşınız var. Amma bir gün öyrənirsiniz ki, onun haqqında bildiyiniz hər şey, hətta adı belə böyük bir yalandır. Serial elə ilk epizoddan etibarən bizi bir sualın ortasına atır və izləyicini mükəmməl bir tapmacanın içinə çəkir. Bu işin şedevrə çevrilməsinin ən böyük səbəbi şübhəsiz ki, aktyor heyətidir. Baş rolda Lee Jung-gi bənzərsiz bir performans göstərir. O, eyni bədəndə iki tam fərqli insanı canlandırır. Biz onu zahirən dünyanın ən qarkeş atası və sadiq əri kimi görürük. Lakin daxildə keçmişindən qaçan, qaranlıq bir sir gizlədən başqa bir adam var. Lee Jung-gi'nin bir saniyə içində mehriban ailə başçısından soyuqqanlı bir insana çevrilən mikromimikaları aktyorluq baxımından inanılmaz dərəcədə peşəkardır. O, izləyicidə həm qorxu, həm də qəribə bir maraq oyatmağı bacarır. Onun qarşısında isə eyni dərəcədə güclü bir partnyor Moon Ji-won var. Onun canlandırdığı Cha Ji-won xarakteri sadəcə aşiq bir qadın deyil. O, işini peşəkarlıqla görən bir polis detektividir. Düşünün, bir tərəfdə canınızdan çox sevdiyiniz insan, digər tərəfdə isə evinizin içinə qədər gəlib çıxan qorxulu cinayət izləri. Moon Ji-won bu iki duyğu arasındakı o incə xətti və daxili gərginliyi bizə o qədər təbii ötürür ki, onun çarəsizliyini dərindən hiss edirik. Bu iki aktyorun arasındakı ekran kimyası serialın tempini bir an belə aşağı salmır. Bura qədər hər şey spoilersiz idi. Əgər bu möhtəşəm hekayəni hələ izləməmisinizsə, videonu burada saxlayıb mütləq şans verməyinizi tövsiyə edirəm. İndi isə keçirik serialı bitirənlərlə birlikdə o böyük sirləri və xüsusilə baş qəhrəmanın ad qarışıqlığını açmağa. Bəli, növbəti saniyədən etibarən spoiler gəlir. Gəlin əvvəlcə hər kəsin ağlını qarışdıran bu ad məsələsinə aydınlıq gətirək. Biz serial boyu bu adamı Park Hee-sung kimi tanıyırıq. Amma bu onun əsl kimliyi deyil. O sadəcə keçmişini bastırmaq üçün komada olan bir adamın adını və həyatını mənimsəyib. Onun əsl adı isə Do Hyun-soo'dur. Do Hyun-soo cəmiyyətin canavar elan etdiyi, seriyalı qatil olan bir atanın travmalı oğludur. Ən təsirli detal odur ki, Do Hyun-soo emosiyaları hiss edə bilmir. O güzgü qarşısına keçib necə xoşbəxt görünmək lazım olduğunu, necə gülümsəməli olduğunu məşq edir. Çünki əslində qatil deyil, sadəcə manipulyasiya edilmiş və sevgini heç vaxt görməmiş bir qurbandır. Həyat yoldaşının onun əslində Do Hyun-soo olduğunu öyrənməsi və aralarındakı o gizli psixoloji müharibə ssenarinin ən dahi tərəfi idi. Burada əsl Park Hee-sung obrazını isə Kim Ji-hoon canlandırır. Əsl Park Hee-sung obrazının komadan oyanması ilə hekayə tamamilə pik nöqtəyə çatır. Çünki biz əsl canavarın kim olduğunu məhz o zaman anlayırıq. İki fərqli Park Hee-sung'un qarşı-qarşıya gəldiyi səhnələr sözün əsl mənasında bir aktyorluq dueli idi. Bəs finalda nə baş verir? Başına dəyən güllədən sonra yaddaşını itirən qəhrəmanımız çox vacib bir qərar verir. O artıq başqasının adı arxasında, yəni saxta Park Hee-sung olaraq yaşamaq istəmir. Hər şeyi qarşısına alır, keçmişi ilə üzləşir və həyata öz real adı ilə, yəni Do Hyun-soo olaraq sıfırdan başlayır. Yaddaşını itirsə belə, qəlbinin eyni qadını və eyni uşağı yenidən seçməsi bizə sübut edir ki, bəzi bağlar saxta adlara yox, saf duyğulara əsaslanır. Flower of Evil elə bir final etdi ki, həm içimizi sızlatdı, həm də hekayəni məntiqi zirvəsinə çatdırdı. Mənim pəncərəmdən bu serial 10 xal üzərindən 9,5-dir. 0,5 xal isə xoşbəxt səhnələrini daha çox görmək istədiyim üçün kəsdim. Ssenarinin məntiqi və aktyorluq fədakarlığı mənim üçün heyran edicidir. Bəs siz nə düşünürsünüz? Sizcə baş qəhrəmanın sonda öz real adına, yəni Do Hyun-soo kimliyinə qayıtması doğru qərar idimi? Fikirlərinizi şərhlərdə gözləyirəm. Hər birini oxuyub cavablandıracağam. Videonu bəyənməyi və bu növ
Analizlərin davamı üçün kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək özünüzə yaxşı baxın.